Hörmətli izləyicilərimiz, hər birinizi HR Talks-un növbəti buraxılışında salamlayırıq. Bugün çox xüsusi, çox önəmli, çox maraqlı bir söhbətimiz olacaq və vaxt itirmədən bugünkü qonağımızı sizə təqdim etmək istəyirik. Qonağımızı əslində hər kəs tanıyır, Fərqanə xanım. Çox hörmətli Fərqanə xanım, təşəkkür edirəm vaxtınızı ayırdıb bizim podkasta qoşulduğunuz üçün. Fərqanə xanımı qısa təqdim edeyim. Kapital Bankın İnsan Kapitalı və Təşkilatı İnkişaf üzrə baş inzibatçısı, idarə heyətinin üzvüdür. Fərqanə xanım, xoş gəlmisiniz. Dəyərli vaxtınızı, enerjinizi ayırıb bizim podkastda öz fikirlərinizi bölüşdüyünüz üçün, siz sağ olun dəvət üçün, öz belə deyim, dəyərli fikirlərinizi bölüşdüyünüz üçün və mən düşünürəm ki, bugün çox maraqlı bir podkastımız olacaq. Tural bəy, söz sizdə, sonra biz suallara başlayaq. Çox sağ olun Əhəd bəy, minnətdarıq bir daha Fərqanə xanım bizim təklifimizi qəbul edib yaxınlaşdığınız üçün. Biz ümumiyyətlə Əhədlə bu HR Talks proyektini quranda bizim əsas məqsədimiz, məzmunumuz, mahiyyəti ondan ibarət idi ki, biz bir fayda verə bilək. Bu sahə üzrə peşəkarları, müvafiq təcrübəsi olan, biliyi olan insanları çağırıb onların dəyərli fikirlərini almaqdır və ümidvarıq ki, bugünkü müzakirələrimiz, dialoqlarımız kifayət qədər maraqlı olacaq və dəyər yaradacaq və biz bunu sizin şəxsinizdə də bilirik. Fərqanə xanım artıq Azərbaycanda insan resursları sahəsində bir brenddir və uzun illərdir mən sizə səmimi deyim, LinkedIn-im olandan bəri mən Fərqanə xanımı izləmişəm. Onun işlədiyi qurumlarda insan kapitalı ilə bağlı olan ən müasir, ən innovativ yanaşmalar və ən vacib məsələ insan əsaslı yanaşmanın dəstəkləyicisi olduğuna görə xüsusən məndə xüsusilə qarşı bir simpatiya var, onu da etiraf etməliyəm. Fərqanə xanım, sizin çox dəyərli təcrübəniz olub, olub bir sıra qurumlarda, bir sıra müəssisələrdə və bunların hər birində çox dəyərli təcrübələriniz olduğunuza əminik. Amma məni bir məsələ xüsusən diqqətimi cəlb edir. Mən istər universitetdə, istər namizədlərlə görüşdə, istər ümumi dost-tanışla belə münasibətdə bir networka baxanda insanlarda bir işə qəbul prosesindən bir narahatlıq və narazılıq sezirəm və ən çox şikayət olunan məsələ mənə budur ki, artıq mövcud durumda işə qəbul prosesi obyektiv deyil, daha çox emosional qaydada aparılır. Yəni bu işə qəbul prosesi bildiyimiz qədərilə obyektiv, səriştə əsaslı, bəlli bir kompetensiya qiymətləndirməsi əsasında aparılmalıdır. Ən çox şikayət olunan məsələ odur ki, bu proses ərzində müxtəlif qərəzlər prosesə təsir edir, emosional məsələlər təsir edir. Fərqanə xanım çalışdığı müəssisələrdə, ümumi təcrübələrində bu qərəzləri azaltmaq üçün özünüzün praktik təcrübənizdə hansı yanaşmaları, hansı metodları tətbiq etmisiniz ki, məhz bu qərəzlər olmaz. Çünki işə qəbul kifayət qədər bizə həddən danışır, bir həyatı məsələdir. Orada bir insanın gələcək taleyi həll olunur. Onun karyera perspektivi baxımından, insanın iş tapmağı baxımından, sosial çevrə baxımından belə işə qəbul çox həssas bir sahədir və bu sahədə sizin bu qərəzi azaltmaq üçün, ən effektiv formada obyektiv qiymətləndirmə aparmaq üçün şəxsi təcrübələriniz bizim üçün çox maraqlı və faydalı olacağını düşünürəm. Baxın, birincisi mən çox təəccübləndim ki, bu qərəzlər var. Nə üçün təəccüblənirəm? Çünki bugün əmək bazarı elə vəziyyətdədir ki, biz o qədər kadr qıtlığı yaşayırıq ki, professional HR, rekrutor hələ bir durub qərəzli bir mövqe tutub namizəd itirə bilməz. Məncə burada elə gəlin onda başlayaq rekrutmentin professional olduğundan. Əgər hardasa qərəzlilik varsa, demək qeyri-professionallıq var. Çünki həmin o namizədin şirkətə dəyər qata biləcəyini görüb də ona qarşı hansısa bir qərəz tutmaq qeyri-professionallıqdır. Mən çox rastlaşmamışam qərəzlərlə. Mən rastlaşmışam stereotiplərlə. Və bu stereotipləri belə qırmağa başlamışıq. Deyək ki, hər hansı bir universitet deyirdi ki, oradan bir uğursuz seçimimiz olubsa, ondan sonra deyirdi ki, oradan gələn bütün kadrlar zəif olur. Ta ki növbəti adam bu faktı təkzib edənə qədər, ondan sonra artıq deyirdi ki, yox, belə baxmaq olmaz. Və bir də siz deyirsiniz, necə qırılır bu stereotiplər? Məncə təcrübə ilə, zamanla. Yaşa-yaşa görürsən ki, hər şey bir mənalı deyil. Bu universitetdə yalnız yaxşı namizədlər çıxmır, o birisi universitetdən yalnız pis namizədlər çıxmır. Və biraz da bu bağlıdır məncə insanın özünün spesifikliyinə. Məsələn, mən sürətpərəstəm. Daxil olan namizədin daha gözəl siması olan xanımları, bəyləri, onlara qarşı ilk 5-10 dəqiqə daha müsbət bir mudda ola bilərəm.
Amma ta ki o məni biraz fərqli tərəfə aparana qədər. Yəni əgər onun rola uyğunsuzluğunu və ya daha gözlədiyim savadı, təcrübəni görməyənə qədər deyək. Görürsəm, o zaman mənim o sürətpərəstliyim namizədə qarşı münasibətimi dəstəkləyəcək. Çünki savad da görürəm, təcrübə də görürəm və daxilən özümə xoş olan bir görünüşü də görürəm. Yox, əgər görünüş var, amma digər tərəf boşdursa, o zaman sən professionalsan artıq. Yəni yalnız görünüşlə axıra qədər gedə bilmərsən, orada dayandırırsan. Çox gözəl təcrübədir. Siz o simapərəstlik deyəndə yəqin ki, siz daha çox korporativ imic baxımından o insanlara xüsusi əhəmiyyət verməyinizlə məncə bir aydınlaşdırsaq. Yəni siz o insanları seçərkən ilk öncə fərqindəlik hissi olmalıdır. Okay, bunun müsbət imici varsa, görünüş olaraq bu korporativ olaraq bizə uyğun adamdır. Əlbəttə ki, korporativ imic daşıyan insan. İkinci, bunun yanında bunun bilik, bacarıq, səriştəsi olmalıdır. Bunun mütləq ikincisi olmadıqda birincinin çox da böyük əhəmiyyəti yoxdur. Bəli, elədir. Yəni biz ola bilməz ki, biz yalnız bir kriteriya ilə işə qəbul edək. Çünki biz biraz kompleks baxırıq. Hər ikisi varsa nə gözəl. Yox, əgər bunun biri varsa deyək, bir də baxır biz kim axtarırıq. Yəqin ki, psixoloji olaraq indi bizi dinləyən, xüsusilə də recruitment üzrə kolleqalarımız, həmkarlarımız razı olar. Bəzən elə olur ki, içəri daxil olur bir namizəd və sən nədənsə artıq bir yəni bir güvənsizmi deyə, negativ bir belə mood deyək, bir yaranır və deyirsən ki, yox, çox çətin ki, bu uyğun olar. İlkin təəssürat mənfi olur. İlkin təəssürat bəzən görürsən mənfi olur, amma ilkin təəssürat deyirlər ki, hər zaman düz deyil. Bir 15 dəqiqə sonra görürsən ki, namizədin ilk olaraq simasında hətta sənə xoş gəlməyən hansısa mimikaları, hansısa bir gestikulyasiyası onun insan kimi və yaxud professional kimi təcrübəsini sənə danışdıqca, səninlə saxladığı o dialoqda insanı o qədər bəyənirsən ki, anlayırsan ki, yox, ilkin təəssürat yanlış da ola bilər. Çox gözəl. Mən sualıma demək olar ki, tam ətraflı cavab ala bildim. Sizə təşəkkür edirəm Fərqan xanım. İkinci sualımız Fərqan xanım bununla bağlı olacaq ki, ümumiyyətlə burnout problemi, tükənmişlik sindromu. Hətta bu tükənmişlik sindromu, tükənmişliyin özü Beynəlxalq Əmək Təşkilatının o siyahısında da var, xəstəliklər siyahısında. Sindrom olaraq qəbul olunub. Və ümumiyyətlə bir çox hallarda bəzən düşünülə bilər ki, bu mövzular artıq çox çeynənilmiş mövzulardır, amma təkrar biliyin anasıdır və məncə də bu mövzulara biz yenə toxunsaq çox maraqlı olar. Çünki bu bizim gündəlik həyatımızın bir tərkib hissəsidir. Peşəkar həyatın bir tərkib hissəsidir. Və biz bununla bağlı nə edə bilərik? Hal-hazırda rat race dediyimiz o siçovul yarışı, insanlar bunun içindədirlər. Bir çox hallarda müasir dünyanın gətirdiyi bu texnoloji yeniliklər və s. və insanlar dayanmırlar. Daim nəsə, daim misal üçün HR-lar baxışından baxsaq məsələyə, daim o sertifikat alım, o təlim. İnsanlar dayanmır və bir növ o döngü də bitmir, o siçovulun yarışı da bitmir. Bu halda liderlər özləri nə etməlidir ki, özləri burnouta düşməsin, bu da önəmlidir. Nə etməlidirlər ki, ümumiyyətlə komandaları burnouta düşməsin və biz bununla necə mübarizə apara bilərik? Əslində bununla bağlı bir resept vermək çox çətindir. Amma başlayaq ondan ki, birinci bu burnoutu tanımaq lazımdır. Bəli. Vaxtikən bu burnoutu yaşamış bir insan kimi o qədər məşğul oldum ki, mən hiss etmədim. Hiss etmədim ki, bu burnoutdur. Tamam fərqli bir şeylər düşünməyə başladım və heç kim hiss etmədi. Nə rəhbərim, nə ətrafım heç kim hiss etmədi ki, bu burnoutdur. Amma nə yaxşı ki, yenə də HR görünür təcrübə itmir. Hardasa bir ay uzaq bir ölkəyə, Nepala retritə getdim. Biraz özümlə qaldım, düşündüm. Everest dağına sığındım. Everest dağının yalan deyirəm ki, özünə çıxdım, özünə çıxmadım, amma bu müəyyən bir yerə qədər çıxırsan və orada o fərqli energiya var. Günün çıxmasını izləyirsən Everestdə və orada çox maraqlıdır bir enerji alırsan. Onu izah etmək çox çətindir. Məsləhət görərdim ki, gedin yaşayın. Və hətta deyim ki, o fərqli ölkədə Nepal çox bizdən fərqli, kasıb ölkədir. Amma insanlar çox səbirlidir, çox gülərüzdür, çox dəstək verirlər və mənə çox maraqlı oldu ki, məsələn, orada belə bir durum, bir situasiya yaşadım. Bilirsiniz yəqin ki, bəlkə də eşitmisiniz, Nepalda svetoforlar işləmir, hamı bir-birinə siqnal verir. Yəni hamı bir-birinə siqnal verir və mən oturmuşam qabaq
kresloda avtobusda və görürəm ki, sürücü çox rahat, çox sakit. Gidə dedim ki, ona bir təcrübə eləyin, soruşun da ondan ki, o əsəbləşmir. O döndü mənə gülə-gülə öz dilində cavab verdi, getdi təcrübə elədi, dedi ki, niyə? Yəni onlar o qədər Həyat tərzinə çevrilib. Bəli, həyat dərsinə çevrilib. Yəni insanlar o kasıbçılıqda, o mühitdə belə stressi önləməyə bilirlər və ya ümumiyyətlə onu qəbul etməyə bilirlər. Ona görə də yəqin ki, biraz bizə bax o ruh lazımdır ki, bir balaca biz stresi özümüzə çox yaxın buraxırıq. Çox gözəl. Bəli. Çünki biz o stresin həyatımızda sanki hər şey bizdən asılıdır kimi inanırıq. Amma inanın ki, işdə, münasibətlərdə heç nə sənə aidiyyatı yoxdur normalda. Və əgər hansısa bir görüşdə, bir dialoqda kimsə sənin əksinə bir rəy söyləyirsə, onun sənə aidiyyatı yoxdur. Kimsə sənin sərhədini pozursa, bu o demək deyil ki, o sənə pislik eləyir. Yox, o özünə yaxşılıq eləyir. O özünə yaxşılıq etdiyi məqamda da istər-istəməz sizin fikirləriniz ayrıdır, axı mövqe fərqlidir. O zaman belə bir durum yaranır ki, sanki o sənə pislik eləyir, amma belə bir şey yoxdur. Və sən anlasan ki, yalnız sənin özün üçün sən dünyanın mərkəzisən, başqaları üçün deyil və heç kim evindən çıxmır ki, bugün mən gəlim Əhədə Turala Fərqaniyə pislik edim. Hər kəs öz planı ilə çıxır və o planlar kəsişməyə bilər. Burnout yaranır ona görə ki, biz bu stresi həyatımıza çox rahat buraxırıq. Birinci biz öyrənməliyik ki, bu stres necə yaranır, nədir? İkinci öyrənməliyik ki, bunu biz necə idarə eləyək? Hər kəs özü. Təbii ki, ilk növbədə işdə bu rəhbərlərə daha çox düşür, deyək, məsuliyyət və bəzən görürsən çox təəssüf ki, rəhbərlər öz stresini idarə edə bilmirlər. Hələ bir idarə etsinlər komandanın stresini. Ona görə də birincisi stresin yaranmaması üçün və bu qədər burnout olmamaq üçün hər bir əməkdaşı, hər bir insanı insan kimi görmək lazımdır. Onu özündən aşağı, özündən pis, özündən təbii ki, müəyyən biliklərdə, bacarıqda, təcrübədə o səndən zəif ola bilər. Amma bir insan kimi o fərddir. Və sən hər bir fərdə hörmət, yəni məncə hər şey hörmətdən və insanların fərdiliyini qəbul etməkdən gəlir. Onu qəbul edirsənsə, o fərqliliyi, müxtəlifliyi qəbul edirsənsə, ondan sonra artıq stresin sən özün bir rəhbər olaraq o stresin yaranma səbəblərini azaldırsan, azalan yerdə də artıq hər kəsi də biraz öyrətmək, maarifləndirmək lazımdır. Stres necə yaranır? Belə olan anda neynə? Və məsələn, görürsən ki, bəzi insanlar var ki, çox mübahisə edirlər. Və ya mənim yanıma mentorluğa, ya coachinga gələn insanlar onu qaldırırlar ki, mən çox tez qıcıqlanıram və onu necə idarə edim? Zamanında nə vaxtsa mən də elə idim. Ya, bu demək deyil ki, yəni mən bugün belə danışıramsa, həmişə belə olmuşam. Mən də qıcıqlanmışam, mən də lazımsız mübahisələrə, polemikalara getmişəm. Sadəcə onu öyrənə, bayaq dediyim kimi, hansısa retreatlər, hansısa əlavə məlumatlar, hansısa özünlə qalıb o mindfulness dediyimiz bir anlayış. Ondan sonra sən anlayırsan ki, bu mənə zərər verir, bu ətrafıma zərər verir. Onu başlayırsan sən yavaş-yavaş dayandırmağa və bu halda çevrən də, özün də, çevrən də daha sakit olur. Bayaq da dedim, mən bir resept verə bilmərəm ki, alın bu reseptlə bütün şirkətlərdə elə edin ki, heç kim stres, burnout olmasın. Bu yəqin ki, müəyyən mənada yenə də olacaq. Amma yəqin ki, bir ilk yanaşmamı olardı ki, qarşınızdakı insana hörmət edin. Gözəl. Oradan başlayaq. Ondan sonra stres özü azalacaq. Sualdan bir sual çıxdı Fərqan xanım. Çox sağ olun. Əslində siz danışdıqca mən o fərqindəlik məsələlərinə gəlirdim və özümdə də o analizlər aparıb çox möhtəşəm bir yanaşmadır. Minnətdaram. Bu sualın içərisində məndə bir sual çıxdı. Əlbəttə ki, burada hər bir fərdin bəlli bir proseslərə emosional reaksiyası, onun sosial keçmişi və hətta bəlli insanların bəzi travmaları ola bilər və hər birimizdə də bəlli bir formada bunlar olub. Amma bir təşkilat daxilində insanlar əlbəttə ki, individuum olaraq yanaşmalı, amma təşkilatda müxtəlif tipli insanlar işləyir. Biz orada bir növ sosial bir düzən də yaratmalı. Bu artıq gəlib çıxır təşkilati mühit. Fərqanə xanımın təcrübəsinə görə, Fərqanə xanımın apardığı o təcrübələr, eksperimentlər və müşahidələri ümumiləşdirəcək. Fərqanə xanım bizə necə bir məsləhət verə bilər ki, Tural, sağlam bir təşkilati mühitin
əsas elementləri bunlardır. Mən təcrübələrimdə görmüşəm ki, sağlam mühiti sağlam edən, təşkilati mühiti sağlam edən insanların məhsuldarlığın, belə deyək, emosional stabilliyin, well-beingin, rifahın təmin edən faktorlar bunlardır. Bunlar yoxdursa, bax o artıq bizim üçün qırmızı işarədir. Gəlin belə deyək də, biz hər zaman nə et deyirik, gəlin mən deyim nə etmə. Nə etməli gözəl? Qorxu yaratma. Qorxu yaratma. Hə, İdarə etmədə qorxu olmamalı. Qorxu yaratma. Əgər qorxu yaradacaqsansa, orada insanlar stresə də düşəcək, burnout-da yaşayacaq. Əgər qorxu yaradacaqsansa, məsuliyyət götürməyəcəklər, qorxacaqlar. Əgər qorxu yaradacaqsansa, innovasiya gözləmə. Çünki innovasiya necə olur? Bir səhv elədim, iki səhv elədim, üçüncüdə elədim. Kreativliyi öldürür də. Bəli, bəli. Ən əsas mənə görə qorxu yaratma. İkincisi bayaq dedim, hörmətlə yanaş. Biz bugün məncə hər şeyi çox fərdiləşdiririk və deyirik ki, mənim rolum əgər qalxırsa, hamı dərhal məni görəndə ayağa qalxmalıdır. Mənim hər bir fikrimi qəbul etməlidir. Belə bir dünya yoxdur. Mənim fikrim hansısa bir çox gənc, çox təcrübəsiz əməkdaşın elə bir dəyərli fikri ola bilər ki, mənim fikrimdən üst-üstə düşməyə bilər. Ola bilər, həmin anda mən onu anlamaram, qəbul etmərəm, amma yaşadıqca görəcəm ki, onun fikrinin də həyatda olmağa, yaşamağa haqqı var idi. Yetər ki, bunu problemə çevirmə. Hər eşitdiyini və qoyma şirkətdə artıq o small talklar olsun və çoxalsın. Qolsu şayələr. Bəli, qoyma. O politik var, internal politics deyirik biz ona. Bəli, olmasın. Çünki sənə çox tez-tez kimsə bir məlumat verir. Məsələn, mənim ilk düşüncəm bu olur ki, onun məqsədi nə idi? Bu məlumatı mənə nə üçün verdi? Yəni bu mənə nəyə lazım idi? Nə demək istədi? Bəli, nə demək istəyir ondan? Onun cavabını tapandan sonra bir hərəkət elə. Bir də yoxla deyək. Və yəqin ki, həmişə demişəm, indi də deyirəm və deməyə davam edəcəm. Bir şirkətin korporativ mədəniyyəti formalaşır, bəlkə müəyyən bir qurum və ya səhmdar təsisçi tərəfindən ola bilər. Amma onu aşağıda saxlayan rəhbərlərdir. Düzgün rəhbərlər yetişdir, düzgün rəhbərlər təyin elə və o rəhbərlərlə əməkdaşlıq. Çünki sən böyük xüsusilə təşkilat olanda çox adam işə qəbul edirsən, amma sonra verirsən onu öz rəhbərinə. Orada nə baş verirsən, çox da onu görməyə bilərsən. Ona görə də əmin olandan sonra ki, rəhbərlərin düzgün insanlardır, orada artıq onlar özləri idarə edəcəklər bunu. Çox sağ olun, çox dəyərli fikirlər idi. Fərqan xanım üçün maraqlı üçüncü sual budur ki, loyal işçi yoxsa peşəkar işçi? Bəli, bu bir ümumi bir sual kimi görünə bilər və təbii ki, biz istəyirik ki, işçi həm loyal olsun, sadiq olsun, həm də peşəkar olsun. Amma belə deyək də bir seçim qarşısında qalsaq ki, bu ikisindən birini götürmək lazımdır da, hansını siz seçərdiniz? Loyal yoxsa peşəkar? Çətin sualdır. Biraz da bu belə deyək, provokasiyadır mənə görə. Və gəlin mən də sizə elə çətin cavab verim. Mən də deyərəm ki, loyal olan professional işçi. Amma bu hər zaman olmur bizdə. Hər zaman olmur. Əgər biz menecment rollarından danışırıqsa, burada hər ikisi lazımdır. Yəni bir mənalı hər ikisi lazımdır. Həm loyal ki, uzun müddətli dövrdə o təşkilat. Bəli, həm loyal, həm professional olmalıdır. Bəzi rollar var ki, orada işçinin daha az loyal olmasını qəbul edə bilərsən. Dürüst olsun, olsun da bilirəm ki, bu adam mənə mütləq lazımdır, amma bu layihədə o adamın olması mütləqdir. Deyək ki, müxtəlif texniki rollar. Project based, layihə əsaslı. Texniki rollar, hə. Gəlsin, bu məhsulu buraxacam. Orada o mütləq lazım, peşəkarlıq lazımdır. Olsun, gətirək. Amma o zaman da təşkilat və rəhbər və HR komandasının bir məsuliyyəti var. Onun back-up'ı kimdir? O loyal deyil axı gedəcək. O gedəndə onun yerinə kim qalacaq? Bax orada o içəridə o yetişdirmək, necə əvəz eləmək, onu düşünmək lazımdır. Əmin olmaq lazımdır ki, o biraz da ətrafında kimisə öyrətsin deyək və yaxud da mən onu gətirirəm müəyyən bir müddətə, amma eyni zamanda bilirəm ki, aşağıda bir nəfər yetişir. Həmin o 1 ilə 2 ilə o adam yetişəcək. Amma menecment rollarında bir mənalı olaraq
İnsan həm loyal, həm professional olmalıdır. Çünki sən bunlara qısa müddətli baxa bilmirsən Aha. və menecment rolunda sən nə qədər də böyük peşəkar gətirsənsə, loyal deyilsə, komanda onu ilə necə gedəcək, necə idarə Evet. olunacaq? Yəni Anladım. komandada o güvən yaratmaq, komandada o stabillik, komitmenti yaratmaq rəhbərə düşür. O necə olacaq? Və mən hər zaman deyirəm ki, əgər bəzən görsən məcbur oluruq ki, kənardan gətiririk. Kənardan deyəndə hətta ölkə xaricindən gətiririk Rəhbər kadrları. vəzifələri. Hə, mən deyirəm ki, onları daha çox gətirək konsultant kimi. Aha. Rəhbər Gözəl. rollara deyil. Bəli. O gəlsin, olsun rəhbərin yanında Bəli, konsultant, fikirlərini məsləhətçi, bölüşsün, məsləhət. öyrətsin, fikir versin, amma komandanı yenə də idarə edən həmin o loyal əməkdaşımız qalsın. Hı, Çox sağ olun. Çox gözəl, bəli, çox bəli. peşəkar yanaşmadır. Çox geniş spektrdə məsələni əhatə elədik. Amma mənim sualım biraz daha spesifik və konkret olacaq. Biz bir işçini təşkilata loyal etmək üçün, onun loyallığını təmin etmək üçün biz işçiyə nəyi təmin etməliyik? Bax, bu çox gözəl sualdır və yəqin ki, bunun cavabını müəyyən mənada siz də bilirsiniz. Çünki belə bir deyim var. Deyir ki, əgər sənin dəyərlərin çalışdığın şirkətin dəyərləri ilə üst-üstə düşmürsə, Hı -hı. sən orada qalmayacaqsan və Hı. ya ora getmə. Əgər biz istəyirik ki, insanlar bizimlə qalsın, o zaman birincisi biz öz şirkətimizin, təşkilatımızın dəyərlərini müəyyən etməliyik. Hı. Sonra recruitment o insanları içəri seçəndə, xüsusilə də management, yenə də mən harda nə suala cavab versəm, yenə də leadership managementə toxunacağam. Çünki mənə görə hər şey ordadır. Hə. Biz bəzən olur da ki, indi yəqin ki, siz də onu yaşayırsınız, mən də yaşayıram, yaşamışam daha çox. Hər şey istəyirik ki, insan resurslarının üstünə qoymağa da problem var, sən əl elə. Yox, insan resursları bir sistem qurur, freyimlər verir, yanaşma tətbiq edir, müəyyən toollar, instrumentlər verir, rəhbər özü idarə etməlidir. Ona görə də biz əgər istəyirik ki, içəri girən insanlar loyal olsun, uzun müddət bizlə qalsın, o zaman seçməliyik içəri gələndə ki, onun dəyəri nədir Hı -hı. və o dəyərlər nə qədər bizi ilə üst-üstə düşür. Hı -hı. Birinci o. Hə. Və çox vaxt deyim ki, əksər təşkilatlar bunu etmirlər. Hı -hı. Böyük əksəriyyət etmirlər. Deməyim ki, biz də çox ideal edirik, düzdür, diqqət yetiririk, bizim dəyərlərimiz var və biz illərdir o dəyərlərin əsasında qurmuşuq davranış modellərimizi, sistemlərimizi, işə qəbul sistemimizi, amma ideal heç nə yoxdur da bilirsiniz. Hər şirkət daha da təkmilləşməyə can atır. Ondan sonra o içəri gələn adamların o dəyərləri yaşamağa imkan verməliyik. Biz hər zaman nə deyirəm? Məndən soruşurlar ki, necə seçirsən ki, bir insana güvənmək olar, olmaz. Mən deyirəm ki, çox rahat onun nə dediyini və necə hərəkət etdiyini müşahidə edirəm. Sonra baxıram ki, nə qədər üst-üstə düşür dediyindən hərəkəti bir dəfə, iki dəfə, üç dəfə. Görürəm ki, əksər vaxtlar üst-üstə düşür. O zaman deyirəm ki, bu adama güvənmək olar. Bəzən olur görürsən ki, insanlar çox maraqlı şeylər danışır, amma baxırsan ki, axı özü belə davranmır. Yəni kimsə nə bilim güvən haqqında çox danışırlar axır vaxtlar. Emosional intellekt haqqında çox danışırlar insanlar. Amma dönüb baxırsan ki, axı özü belə davranmır, bəs necə onu rahat danışır? Biz bəzən kitablarla danışmağı çox sevirik. Çünki indi xüsusilə görsən ki, bir belə axın gəlir insanlar hansı ki, çox mütaliə edirlər, çox ağıllıdırlar, nəzəri çox şey bilirlər. Təcrübədə onun heç biri işləmir. O çox ağırlı məsələdir. Bir çox hallarda deyir, insan daha çox ehtiyacı olan şey haqqında daha çox danışırdı. Belə bir şey var. Yəni o yoxdur sözündə daha çox. Bəlkə də bu elədir. Və qaldı ki, yenə də qayıtsaq biz necə eləyək ki, insanlar getməsin, şirkətə bağlı olsun. Tanınma çox önəmlidir. Tanınma çox önəmlidir. Maddi yoxsa qeyri-maddi? Baxın, maddi gəlin belə yanaşaq da, maddi əmək haqqından söhbət gedirsə, bu gigiyenadır. Sən bunu verməlisən. Sən bunu verməlisən və mən heç vaxt əmək haqqını motivasiya kimi görmürəm. Möhtəşəm yanaşmadır. Super. Mənə görə bu içəri girəndə bu adama verməlisən o pulu və sonra da istədiklərini ondan tələb eləməlisən. Dəyərini düzgün verməlisən, sonra tələb etməlisən. Qaldı ki, sonra onun digər özündə onun çalışdığı rolda çalışan digər insanlardan daha çox iş görürsə, daha çox sahiblənməsi varsa, daha çox efor göstərirsə, o zaman biraz da ona yenə də pul ver.
Bonus kimi ver. Nə bilim bir dəfəlik spot bonus kimi ver. Bir appreciation elə, amma onun yanında mütləq o adamı tanıt. Super. Ona sağ ol de, onu hardasa göstər. Amma yenə orada da bir çizgini çıxma. Bax gör o başı nə qədər gicəllənəcək. Çünki bəzi insanlar bir dəfə əl çalırsan baş gicəlləndi. Və bəzi insanlar bir dəfə verirsən davamlı ver, elədim ver, bu elə işləmir. Bəzən sən 3 dəfə, 5 dənə nəsə eləyirsən, ona görə bir dənə nəsə verilir. Amma hər dəfə ona heç kimin nə pulu yoxdur, nə vaxtı yoxdur ki, böyük təşkilatlarda elə bunu eləyəsin. Amma bu bir sistem olmalıdır, bir mexanizm olmalıdır. Bu bir niyyət olmalıdır. Mənim niyyətim odur ki, əməkdaşlarım daha çox etsin, mənə daha çox fayda gətirsin və digər şirkətlərdən fərqli nələrsə ortaya qoysun və mən də onlara fərqli yanaşıram. Super. Məncə bunu ilə və cəlb etmə. Onları cəlb et. Bəzi insanlar var ki, onlar öz fərdi xüsusiyyətlərinə görə utanırlarmı? Biraz çəkinirlərmi, biraz qorxurlarmı? Bax, onları biraz cəsarətləndirmək lazımdır. Onları biraz cəlb etmək lazımdır. Onlara şans vermək lazımdır. Və bəzi insanlar da var ki, içində özü haqqında bir fikir yaradır. Yəni o xülyada yaşayır. Odur ki, mən daha yaxşı bacararam, daha yaxşı bacararam. Bacararsan götür elə də. Kimi gözləyirsən? Verəndə də eləyə bilmir və bəhanələr axtarmağa başlayır. Bu da var. Yəqin ki, bunu da yaşamışıq və görmüşük. Amma daha çox ilk olaraq məncə hər bir insana o şansı vermək lazımdır. Yəni o çünki etmədən sən də bilməyəcəksən ki, o bacarar yoxsa yox, o da bilməyəcək. Ona görə məncə o ilk şansı hamıya vermək lazımdır və dediyim kimi İlk bacarmayanda onu cəzalandırmaq lazım deyil, onu qırağa qoymaq lazım deyil. Çünki bugün bacarmadı, o demək deyil ki, o sabah da bacarmayacaq. Buna inanaraq bir neçə şansı məncə vermək lazımdır. Mən hər zaman nə deyirəm? Deyirəm ki, bir insan eyni səhvi 2 dəfə eləyirsə, üçüncünü gözləmə. Məncə sağ ollar. Yox, adam bugün bu səhvi elədi, öyrəndi, gələn dəfə bu səhvi eləmir. Amma artıq başqa səhv, mən də edirəm, o da edəcək o səhvləri. Yəni və insanı o səhvə görə yəni qırağa qoymaq lazım deyil və yəqin ki, nə bilim, bayaq siz nə dediniz başlayanda? Dediniz ki, mən insan yönümlüyəm. Hə, mən insan yönümlü HR olmuşam ömür boyu. Mənim üçün insan bir dəyərdir. Amma bugünkü durum, biznes, dünya deyir ki, o insanın da üstünə müəyyən kompetensiyalar gətirmək lazımdır. Yəni o öyrənməlidir, o texnologiyanı bilməlidir, o data yönümlü olmalıdır deyək. Hamısı birdən-birə razıyam ki, olmur. Amma hər bir adam da öz üstündə işləyib yavaş-yavaş nələrsə gətirməlidir. Bu alınmır, o birisini gətir. Məsələn, kapital kimi baxmaqda, nəinki resurs kimi. Resurs kimi investisiya etmək lazımdır. Növbəti çox maraqlı bir məqamdır. Mənalılıqla bağlı istəyərdim Fərqan xanım fikirlərini öyrənək. Ümumiyyətlə, mənalıq və motivasiya biz necə edək ki, insanlarımız öz işlədikləri işdə, bilirsiniz, yenə də xüsusən məsələn təkrar işlər var da, repetitiv görülən işlər var. Yəni adı yadımda deyil. İqtisadçılardan biri hətta demiş ki, misal üçün biri var, misal üçün maşının bir təkərini hazırlayırsan, misal üçün də biri var, ümumi maşını hazırlayırsan və burada bir məna tapırsan və repetitiv işlərdə misal üçün və ümumiyyətlə biz necə insanlara edək ki, öz işlərində bir məna görsünlər. Yəni geniş bir mövzudur təbii ki. Amma müasir dövrdə xüsusilə də bu daha çox vacibdir və ümumiyyətlə insan motivasiyanı da elə buna biz qatsaq, motivasiya niyə yəni biz insanları belə deyim, bəlkə insanlar motivasiyanı öz daxillərində tapsınlar da, məsəl üçün sufizm fəlsəfəsində də siz səhv eləmirəmsə Mövlanəni məncə Fərqan xanım. Bəli, mən Mövlana aşiqiyəm. Bəli. Stoik fəlsəfələrdə də, düzdür fəlsəfələrdən bir çox hallarda biz danışmırıq, amma yenə də necə etmək olar ki, bu mənalılıq məsələsinə biz diqqət yetirək. Təşkilat mı etməli, yoxsa insan özü hər şeyi təşkilatın üstünə yüklənməliyik, yoxsa insan özü mü etməli? İdealda əlbəttə ki, yaxşı olardı ki, hər bir insanın motivasiyası özündə olsun. Çünki biz deyirik ki, dibində su olmayan quyuya su tökməklə deyil də. Yəni onun hansısa bir motivasiyası olmalıdır. Və idealda bu motivasiya yalnız maddi olmamalıdır. Çox təəssüf ki, mən bunu artıq demək məcburiyyətindəyəm. Son illər motivasiya biz deyəndə o daha çox maddi motivasiya çevrilir. Təəssüf ki. Və insanlar yəni nə versən də
onun gözlədiyi puldursa, onu verməyəndə o motivasiya yaranmır. Sadəcə onda o insanlardan ehtiyatlı olmalıyıq. Onlara ya müvəqqəti professional kimi gəl işimi gör, pulunu al, get kimi baxmalıyıq. O resursdur, kapital Resursdur, bəli, o resursdur artıq, kapital deyil. Amma var da insanlar, elə insanlar var ki, onlar həm işini də görürlər, həm sənə dəyər yaradırlar. Onlar sənin üçün dəyərlidirlər. Bax, onları saxlamaq lazımdır. Onların üstündə nəsə qurmaq lazımdır. Yenə deyirəm, ideal da özündə olsa əla olar, amma bu belə olmur. Bəli. Yəqin ki, şirkətlər də etməlidirlər. Müəyyən bir şey yaratmalıdırlar. Mənə görə sən hər şeyi maddiyata bağlamamalısan. Çünki biz bilirik də maddi motivasiya necə işləyir. Bir ay sən onu xərcləyənə qədər çox sevinirsən və motivasiyalısan. Xərcləyəndən sonra biraz o aldığın ya əldə etdiyin ya gəzdiyin hələ onun havası ilə biraz da yenə də motivasiyalısın. Üçüncü ay unudursan. Çünki artıq yaşadın, bitdi, pul da bitdi. Yəni onu sən şuurunda da artıq bitirirsən. Ona görə də hər bir insana baxmaq lazımdır ki, onun üçün motivasiya nədir? Onun üçün motivasiya tanınmadırsa, yaxşı da işləyirsə tanınmasını ver. Onun üçün motivasiya, nə bilim, oxumaqdırsa, öyrənməkdirsə, imkan yara daha çox öyrənsin. Yaxşı da işləyirsə, lap yaxşı. Hibrid işləsin, sənin üçün də dəyər qatsın, özü üçün də öyrənsin. Sadəcə bəzən bizim yetkinliyimiz menecer kimi çatmır. Hər kəsə fərdi baxıb onun o motivasiyasını verməyə. Möhtəşəm yanaşmadır. Və biz elə bilirik ki, sonra şirkət hamıya verdi də, nə bilim, tibbi sığorta verdi, deyək. Şirkət hamıya team building eləyir də. Bəlkə şu adam ümumiyyətlə team building maraqlı deyil. Bir də bax gör son neçə team buildingə gəlib o adam. Bəlkə qeydiyyatdan keçir, heç gəlmir, heç ona o lazım deyil. Ona görə bəzi adamların sadəcə o fərdi motivasiyasına baxmaq lazımdır. Və bir də mən inanıram ki, baxın, bu ailədə də belədir, bu dostlar arasında da belədir. Bayaq belə söhbətdə də mən dedim, sən kimsən? Sən bir otağa daxil olandan sonra, çıxandan sonra özün haqqında nə şleyf qoyursansa, nə emosiya qoyursansa olsan və bir şirkət də hansı emosiya yaradırsa, hansı şleyf yaradırsa öz əməkdaşlarında, əməkdaş səni elə qəbul edəcək. Əgər sənin mühitin elədir ki, hamı orada inkişaf edir, ünsiyyət saxlayır, səhər duranda o işə qaçmaq istəyirsə, demək sən artıq bu motivasiyanı yaratmısan. Yox, əgər səndən insanlar qaçırlarsa, bir danış da soruş gör, nə istəyirlər. Çox gözəl, çox gözəl. İnsanlar nə dediklərin yox, nə hiss etdirdiklərin həmişə onların yadında qalır. Məsələdir. Fərqan xanım, çox gözəl ruhi, belə deyə, mənəvi məsələlərə toxundunuz və çox dəyərli fikirlərdir. Mənim sizə bir sualım olacaq bununla bağlı. Biz bəzən o fərqindəlik hissini aşılamaq üçün əziyyət çəkirik, nə bilim, təlimlərə göndərir insanlar, amma bununla olmur. Amma bəzən o fərqindəlik hissinə olmayan insanlardan da məlumdur ki, məlum məsələdir, rəhbərlərdə olur. Və bayaqları siz çox maraqlı bir ifadə işlətdiniz ki, müasir HR-ın əsas biznesin davamlılığını təmin etmək üçün anlayışdır. Succession planning, davamçıların yetişdirilməsi, xüsusən kritik pozisiyalar üzrə. Mənim müşahidə etdiyim və keçmiş təcrübələrimə də baxdıqda burada biraz səmimi deyəcəm, problemlər görmüşəm. Problem nədir? Tutaq ki, mən Turalam, menecerəm, rəhbər vəzifədəyim və mənim vəzifəm kritik əhəmiyyət kəsb edir. Gəlib mən deyirəm ki, bəs Tural bəy, sizin departamentinizdə Məmməd ağa adında adam var. Bu adamın biliyi, bacarığı, potensialı siz deyim ki, lifelong learner'dır, daimi olaraq özünü inkişaf etdirmək, təkmilləşdirmək yaxşıdır. Komanda daxilində olan müşahidələrimiz göstərir ki, komandanın buna münasibəti yaxşıdır və buna etimadı göstərilir. Biz bunu sizin davamçınız kimi müəyyən edək və nə münasibətdir. Amma mən sizə səmimi deyəcəm, 70-80% hallarda bu insanlarda qorxu yaranır və müqavimət başlayır. Və çox maraqlı bir müşahidədir ki, mən sizə səmimi deyim, daxildə promotion olanda o daha çox qıcığı yaradır. Mən bu ölkə reallığına danışıram, çünki müşahidə elədiklərimə. Nəinki qıraqdan gələn işimiz yoxdur. O gəlsin qıraqdan, amma daxildə olanda bizə qıcıq yaradır. Və bu davamçıların yetişdirilməsində bizim mental problemlərimiz gəlir və bu insanların inkişafının qabağını alır. Və Fərqanə xanım bu кейslər yəqin ki, görmüsüz təcrübələrinizdə, olmasa da belə başqa eşitmisiniz. Bu da necə mübarizə aparır? Yaşamışam. Necə mübarizə aparır? Biz succession planningi başlayanda
İlk dəfə bunu elan edəndə bəzi rəhbərlər var idi ki, onlar deyirdi ki, anlamadım. Mən Mən 20 adam yetişdirdim, sonra məni çıxardacaqsınız. Yəni doğrudan da bu sualı verirdilər. O adamlar hələ də işləyir. Biz succession planning başlamışıq bəlkə 7-8 il öncə. Amma o bəzi direktorlar var ki, burada biraz yəqin ki, çeviklikdən söhbət gedir. İnsan nə isə bilməyə bilər. İlk eşidəndə qorxa da bilər ki, mənə bu necə toxunacaq? Mənim sərhədlərimi bu necə dağıdacaq? Amma yavaş-yavaş görəndən sonra ki, yox, mən yetişdirdim adam, o da işləyir elə burada. Bəzən axı mütləq deyil ki, sənin yetişdirdiyin adam elə öz departamentində successor olsun. Məsələn, maliyyə qurumlarında, xüsusilə də bankda o qədər bənzər deyək ki, rollar var ki, orada bu adam 3 departamentə, 4 departamentə rəhbər gedə bilər və burada yetişib orada gedə bilər. Və sadəcə o qorxutmaq lazım deyil. Göstərmək lazımdır ki, ya bu işləyir, sən də buradasan, yetişdirdiyin də adam. Bir də sən adam yetişdirdin deyə mən səni tanıdım, hamıya göstərdim. Mən sənə bravo dedim. Bax, bunu mütləq demək lazımdır. Və siz dediniz ki, içərdən təyinatlara daha çox qıcıqlanırlar. Məsələn, bizdə elə deyil. Bizdən kənardan təyinatlara daha çox qıcıqlanırlar. Bəzən nəinki içərdən, əksinə hamı içərdən təyinatlar olanda hamı ümidlənir ki, əla, demək mən də işləyəcəm, mən də içərdən o promotionu alacam. Yaxşı culture olan təşkilatlarda sizin kimi karar. Amma ümumi müşahidə göstərir, kim saçma baxır. Bir insanlar arasında belə dedik, qeyri-sağlam rəqabət elementləri olur. O çox gözəl qeyd ediləcək. Bilirsiniz burada nə var? Bir də bir məqam olaraq əslində müəyyən rollara rəhbər tapmaq çox çətindir. Çətindir. Və çünki sən bugün baxırsan rolun tələblərinə. Menecment rolu həmişə nə istəyir, biz bunu bilirik də, təqribi ki, nə istəyir. Digər tərəfdən menecment var texniki rolda, var nə bilim maliyyə rolunda. Amma texniki rollarda çox az tapmaq olur ki, həm çox yaxşı emosional zəkası olsun, həm yaxşı insanları idarə edə bilsin, həm də yaxşı texniki işini bilsin. Həm soft olsun, həm hard olsun da. Orada sən bəzən məcbursan əlindəki ən yaxşısının birini seçmə və yaxud da çox yaxşı professionaldır, inanırsan ki, o mənə dəyər qatacaq, deyirsən ki, avansla təyin edim, üstündə işləyim. Amma bir müəyyən ölçülmələr eləyirsən. Məsələn, onun öyrənmə bacarığını ölçürsən. Kredit verir də bir növ pozisiyona. Flexibility. Nə qədər çevikdir, nə qədər öyrənməyə açıqdır və nə qədər insan kimi altda yaxşı bir şeylər var. Varsa onu tutub artıq öyrədirsən. Heç yoxdursa təyin etmə. Və inanın ki, bugün bizim deyək, içəridə biz bunu belə edirik. HR-ın bax orada bir rolu var. Onlar ölçülmə edirlər və əgər ümumiyyətlə zəif çıxıbsa kompetensiyaları menecmentdə, onlar yox deyirlər. Deyirlər, biraz yetişdirək, sonra təyin edək. Çox vacib məsələdir. Fərqanə xanım, çox sağ olun gəldiyin üçün. Çox dəyərli mübadilə oldu və bu əsnada mən sizə səmimi mən özümdə də fərdi bir fərqindəlik bir seansı keçmiş oldum. Bu çox dəyərli təcrübənin nəticəsidir. Az səmimi deyəcəm. Hər bir peşəkar və hər bir insan da bu vibe yarada bilmir. Həqiqətən o bayaq qeyd o şileyf hiss olunur. Mən sizə belə bir sual vermək istəyirəm. Siz ümumiyyətlə bütün insanlarla işləyən rəhbərlərə, peşəkarlara, HR-lara bir stat desəydiniz, bir ifadə ilə bir məsləhət vermək istəsəydiniz, bir dəyərli təcrübə paylaşmaq istəsəydiniz, bu ifadə, bu sloqan, bu atasözü, bu beyt nə olardı? Əslində çox bir şeyləri xatırlamaq olar da, yəni, amma yəqin ki, bayaq dediniz, mən Sufi və Mevlana aşıqı kimi deyərdim ki, hər bir insanda güldə var, tikanda. Hansını sulasan onu alacaqsan. Və çox istəyərdim ki, HR-lar bunu görməyi bacarsınlar. Və əgər biz bunu ilə yekunlaşdırıqsa, öz kolleqalarıma onu demək istəyirəm ki, sən əgər insanı sevmirsənsə, insanlarla kommunikasiyada olmaq, işləmək sənə o vibe-ı vermirsə, məncə HR-dan get. Gözəl. Çox sağ olun. Bir daha minnətdarım. Siz sağ olun. Dəyərli
təcrübənizi bizimlə paylaşdığınız Çox üçün sağ olun. bütün insan resursları cəmiyyətinə də bu podkastı izləməyi mən tövsiyə edirəm. Çünki çox dəyərli təcrübə, bilik və mənəvi dəyərləri olan bir insanda bu üç element olanda o insan həqiqətən yüksəlir və bizim bugünkü qonağımız da müvafiq o keyfiyyətlərə sahib olan Fərqanə xanımdır. Minnətdaram bizi Çox sağ olun, izlədiyiniz üçün, Fərqanə dəstək olun. Siz sağ olun, Sizə də sağ olun. minnətdaram. Çox sağ olun. Sağ olun.